Herkese salam, kanalıma ve yeni vloga hoş geldiniz. Nihayet ki bu defa vlogum uzun oldu diyesen. Biraz çok çekiliş etmiştim ama geç montaj elədim, ona göre geç paylaştım. 8 kilometre bazarına gelmiştik ki meyveler falan Allah ki ben buzluğa koyabilirim. Vasfə bazarına gitmişdik, yani 8 kilometre bazarına. Oradan bazı meyveler aldık. Şimdi size göstermek istedim. İlk önce qarğıdalı aldıq. Dedim pişirərəm, yeyərik. Belə bir şaftal aldıq. Ərik. Bir qədər alça aldıq. Əslində bunu mən buzdolabına qoymaq istəyirəm, yeni buzluğa. Ona görə bunları aldım. Gilas da aldıq. Belə bir gilas da aldıq, ağ gilas. Qırmızı pomidor və bir də smarodina. Bunları da buzluğa qoyacağım, görək necə qalır. Saydanda da nə alsan ucuz ala girdik. Buzluqda saxlamaq üçün belə qablar lazım idi ki, bunları saxlayayım. Belə kapronda saxlamaq. Mənim mamam da kapronda saxlayır, ona görə qəşəng qalır. Belə bir şey aldım, dörtlü. Bir dənə deyil də, 3 dənədir. Beləsi, belə, bir də belə. Çox demək ki, balacaları istifadə edəcəm, çünki böyük mənim buzluğuma girmədi, yoxlamışam ucu. Bir də belə bir zip paket aldım, smarodinanı yığmaq üçün buzdolabına. Sizinlə nə haqqında danışmaq istəyirdim? Mənim evimin dizaynı haqqında, yəni divarlara şəkillər falan, belə şeylər, dekor falan eləyirəm deyə. Bir neçə izləyicilərin xoşuna gəlmir və bunu bildirirlər mənə. Belə deyim sizə, mən ümumiyyətlə bu evi yeni təmir eləyəndə hər yeri bəmbəyaz elədim, yəni divarlara, boyları falan ki. Sonra dedim ki, nə vaxtsa yavaş-yavaş fikirləşərəm ki, mən bu divara nə asacağam. Ona görə divarları yəni dekor eləmədim də, yoxsa dekor eləyərdim, heç şəkilə falan ehtiyac olmazdı. Amma ki, hər yeri ağ elədiyimə görə təbii ki də dekorda fikirləşmişdim ki, şəkillər olacaq. Mən ümumiyyətlə evdə dizayn olaraq şəkillərdir, rəsmlər divarda, nə bilim, sonra kitablar falan divarda, belə şeyləri mən xoşlayıram. Ona görə istəyirəm ki, hər şey ürəyimcə olsun. Təbii ki, biz qadınlar da hamımız istəyirik ki, məsələn, evimizə girəndə gözəllik görək, divarlarımızı səliqəli görək, qəşəng görək. Bir neçə izləyicilərim də yazırlar ki, yanından boş şeylər alırsınız. Toz yığımı da hamısı falandır belə. Məsələn, moldinglər yapışdırıram, deyirlər ki, toz yığacaqlar. Belə deyim sizə, mən təmizliyi sevirəm. Məsələn, dəsmalla götürürəm, mən bir yerin tozunu silirəmsə, demək ki, mən o evdə durmayacağam da, durmuram həqiqətən də. Başlayıram hər yerin tozunu silməyə. Təbii ki, o moldinglərə də aid olacaqdır. Ramkaların üstündə siləcəm. Yəni mən təmizliyi sevdiyim üçün də təbii ki, bunlara riayət edəcəm. Ona görə də ürəyim istəyən kimi evimi bəzəyirəm, səliqəyə salıram, qəşəng. Amma əksər çox izləyicilərim həqiqətən də mənimlə həmfikirdirlər. Onlar da deyirlər ki, bəs eviniz həqiqətən də qəşəngdir, qəşəng dizayn edirsiniz, həqiqətən də qəşəng görsənir. Bunları qəşəng içini sildim. Biraz içi nəmdir, çünki onsuz da bunları da nəm halda atacağım içine. Yəni biraz suyu gedəndən sonra təbii ki, lap yaşılları istəyirəm qoyum. Belə bir balaca dəymiş yumuşaqları qoymayacağım. İstəyirəm hamısı bərk olsun. Çox ki, mən 2 dənə, 3 dənə belə qab eləyə bilərəm və sonra digərlərini belə qoyacağım. Amma indi ilk öncə mən istəyirəm uşaqları aparım bağçaya qoyum, çünki bağça vaxtları çatdı. Aparım onları bağçaya qoyum, sonra gəlib davam eləyəcəm belə. Kim ki sevmirsə dizayn divarda falan, yəni siz məcbur deyilsiniz baxasınız. Yəni əgər xoşunuz gəlirsə, bəli, izləyin, dəstək olun mənə. Yox, əgər sevmirsinizsə, yəni əsəbləşməyin də. Yəni mən məsələn baxıram ki, kimin evi çox boşdur da, xaricilərdə ən çox bu görürəm. Evi ümumiyyətlə divar ağdır, divarda bir dənə də olsun dekor yoxdur və mənim ürəyim sıxılır. Ona görə mən elə şeylərə baxanda, görəndə və istəyirəm ki, mənim evim qəşəng dekorlu olsun, gözəl olsun. Yəni mən evə girəndə mənim gözüm gözəllik görsün. Hər kəsə də arzu edirəm ki, gözəl evi olsun və evini istədiyi kimi bəzəyə bilsin. Yəni zövqlər müxtəlifdir. Hətta bir dəfə bir xanım demişdi ki, bunun kuxunası nə gündədir, özü görmürmü? Ondan qabaq da başqa bir şey yazmışdı. Yəni mən düşünmürəm ki, mən kuxunam o dərəcədə doludur. Yəni lazım olanları sonsunda saxlayıram. Bəli, gördüyünüz kimi mən artıq yavaş-yavaş yığışdırıram, yuyuram. Bu gilasların məsəl üçün bu saçaqlarıdır da, bu deyəsən. Bunları da ayırıram onlardan və elə bütöv şəkildə qoyuram. Düşünürəm, mən saçaqla qoysam yeri daha çox tutar. Onları ayırdıqdan sonra bir dəfə də gilasları yaxşıca yuyuram, suyu axılır və ondan sonra doldururam konteynerlərə. Bəs siz eləyirsiniz, yəni bu da qışlıq saxlayırsınız. Mən ilk dəfədir ki, həyatımda qışlığa nəsə meyvə qoyuram, saxlayıram. Yəqin ki, yaxşı qalar. İndi bu qış biləcəm də. Düzdür, ola bilsin ki, qışda bunları çəkib göstərmədim. Çünki qışda çox adamda olmur da evdə, ona görə göstərməyəcəm. Uşaqları bağçaya qoymuşdum və gəlmişdim işim davam eləməyə. Uşaqları gətirənə qədər bütün nə işim var idi evdə, onları gördüm, qurtardım.
Bu smarodina isə zip paketə qoyuram. Ağzını isə belə vakuum eləyəcəm. Bir xanım yazmışdı ki, bəs bu havasını necə çıxartdınız? Deməli, içinə trubuçkayı salacağam. Bunu short videosunda çəkmişəm, artıq paylaşmışam. Yəqin ki, izləmiş olarsınız. Trubuçkayı bu zip paketin bir küncündən belə salıram və havasını elə nəfəsimlə çəkirəm, çıxır. Nədən saxlamışdıq? Belə bir trubuçka var idi. Yaxşı ki də saxlamışam. Adətən belə şeyləri mən atıram. Yaxşı ki atmamışam. İndi bunu bura salacağıq. Və havasını çıxardacağıq. Allah, buna baxın. Ehtiyac yoxdur, aparatlar var ya bu havasını çıxardan. Ona ehtiyac yoxdur. Baxın, nə qəşəng oldu. Faydalıdır, məncə eləyin sizdə. Kaplarına fikir vermirik, siz bunlara baxın. Deməli, 3 ədəd belə bundan oldu. 2 dənə belə qırmızı tut deyirəm, qırmızı gilas oldu. 2 ədəd də belə alşa oldu və 5 ədəd də belə smarodina oldu. Bilmirəm, 5 ədəd əslində ola bilsin ki, mən az elədim bəlkə də. Baxın görün nə qədər almışıq. Deyirəm bəlkə 2-3 salafanda eləyim. Çünki bu deyirəm birdən yemərik xarab olar qalar burada. Çünki bir də gilas da artdı əslində. Çoxdur gilas. İndi gilas yeyilər, amma bunu deyirəm heyfdir. Şeydir, bunu yenə yum və 3 ədəd bir də eləyim. Ya da 2 ədəd bir eləyərəm, bəs eləyər, qalanı da yəriyəm. Bir də 4 ədəd, daha doğrusu ikisini 2 yerə böldüm belə. Dedim ki, qarğıdal da qoyum, görüm nə göstərəcək. Əgər qoyanlarınız var idisə aranızda və yaxşı qalıb sıxışa, o zaman yazın mənə. Bilim ki, əlavə yenə qoyum, yoxsa yox. Burada isə YouTube qazancımla bir iki şeylər almışdım. Onları sizə göstərmək istəyirəm. Bir də Temu sifarişim var idi. Gəlin ilk olaraq Temu sifarişindən başlayaq. Görək Temudan nələr gəlibdi. Gəlin ilk olaraq bu dəstdən başlayaq. Bunu mən evdə geyinmək üçün aldım. Bir gəlin göstərim sizə. Yox. Bu deyil. Bu koftalardır. Səhv saldım. Orada bir dənə bu rəngdə dəst almışam evdə geyinmək üçün. Koftalardır. Evdə geyinmək üçün, çölə geyinmək üçün. Baxın, belə bir koftadır. Qabağı belə və böyür hissələri belə rezinkalıdır ki, qəşəng belə figuraya uyğun otursun deyənə. Deməli, kofe rəngi, qara, belə və ağ rəngdə əsas rənglərdir. Belə materialı isə özünüz görürsünüz də superdir, tikilişi falan gözəldir. Hamısının linkini videonun aşağısında qeyd eləyəcəm. Sonra belə bir şey sifariş etdim. Bunu deməli divara yapışdırırıq və bura dəsmalı taxırıq. Dəsmal məsələn çəkmək lazım olarsa əgər dəsmalı belə çəkirik. Əlimizi falan silirik, sonra dəsmal özü avtomatik qayıdır yerinə. Belə bir şeydir. Burada şəklini paylaşacağım, baxarsınız daha dəqiq. Belə trapez şal vardı. Nə gözəldir bu doğrudan. Bunun tikilişinə falan baxın. Superdir də belə qəşəng sərin. Lasindir, amma elə belə lasin deyil də, yubka lasindir. Belə burasını belə darta bilərsiniz. Şəklini paylaşacağım, daha rahat baxa bilərsiniz deyənə. Belə bağlayırsan, qəşəng belə durur. Bunu qızıma sifariş etdim. İstəsəniz hamısının linkini paylaşırım. Bu dəsti həm evdə geyinmək olar, həm də çölə də geyinmək olar. Yəqin ki, çünki şəkildə gördüm, orada çölə də geyinənlər var. Belə bir koftasıdır. Şəklini burada paylaşacağım daha aydın olsun deyə. Bir qolu belə düşükdür. Özü belə geniş qəşəng koftadır. Belə kofe rəngdə və bunun geniş şalvarı da var. Belə. Baxın, belə bir şalvardır. Cibi də var belə qıraqlarında. Beli də rezindir. Ayaqları da belə genişdir. Belə bir dəstə var. Bu dəstədə qızıma aldım. Belə bir koftası var. Qolu belə. Qabağından belə bağlanır. Yüngülvari balaca bir şeydir. Rubaşkada materialı o qədər gözəldir ki, sürüşkən materialı var. Superdir. Və bir də onun içində belə bir tulumu var. Belə qatmalıdır. Qəşəng tulum. Ayağı geniş. Son olaraq belə bir şal var. Mən bunun əslində ağ rəngini sifariş etmişdim, amma o qədər xoşuma gəldi ki, əyində qəşəng görsənir. Ona görə qara rəngini də sifariş etdim ki, əsas baza rəngləridir də. Baxın, belə bir parçası var və içinin özünün uzun ayağa qədər astarı var. Çox qəşəngdir, amma əyində həqiqətən də gözəl durur.
Geniş şalvardır belə, rahat gödək kofta ilə falan da geyinmək olar yəni. Hamısının linkini mən paylaşacağam videonun altında, oradan keçib baxa bilərsiniz. İndi keçək əsas məsələ mənim YouTube qazancımla olan alış-verişimə. Razində yerləşən 10-15 mağazadan da bu koftanı aldım. Daha doğrusu bu dəstdir, bu maykasıdır, altlığı. Və bir də üstünün belə bir qəşəng rubaşkası. Bunun qırmızı rəngində almışdı və əynimdə çox qəşəng görsəndi, qəşəng durdu deyə. Dedim mavişini də alım, xoşuma gəldi. Belə bir qolu var, dirsəyə gedərdi. Və bir də özü belə aşağıdan bağlanır. Amma bunu mən bağlamamış geyinirəm. Necə? Baxım, arxası belədir, qəşəng. Çox gödək deyil, yaxşıdır. Bunu mən şalvarın altına keçirdirəm və onsuz belə çox qəşəng görsən. İndi inşallah çölə çıxdıqca, kombin elədikcə, paltarları geyindikcə mən sizə göstərərəm kombinlərimi. 12 manata aldım, baxın. 12 manata. İstəsəniz baxa bilərsiniz, gəlib var idi. Bu arada qeyd edeyim, bunlar standart ölçüdür. Sinsəyə girmişdim. Sinsəydən belə bir şüşə qab aldım. Şüşədəndir və belə qaşığı var və belə vakuumlu bir qabdır. Duz qabı olaraq istifadə edəcəm bunu mən. Deməli, Sinsəydən mən videolar çəkmişdim. Bir izləyicimə söz vermişdim. Gedib çəkiliş edəcəm. Oradan buradan çəkiliş etdim. Qəşəng yenə ətraflı göstərməyə çalışdım. Amma ki, o videonu mən bu videonun lap sonuna yerləşdirəcəm. İndi axıra kimi baxarsa, əgər kimə maraqlı olsa, qiymətlər həqiqətən də çox münasibdir. Ayrıca bu şüşə qabını mən 8-9-10 manata görmüşəm. Amma burada görürsünüz 5 manatdır. Hələ yenə üstəlik endirim eləyib. 5 manatdan 3 manata düşmüşdü. Mən 3 manat aldım bunu. Çox qəşəngdir. Nə alsan ucuz ala girdim. Buna ehtiyacım var idi. Götürdüm. Zajigalka. Və bir də bunu götürdüm. Gül qabıdır, böyük ölçüdə. 3 manat 50 qəpiyə aldım. Temu sifarişlərindən başqa bunların hər birini, bayaq göstərdiklərimin hər birini mən öz YouTube qazancımla aldım. İndi gəlin sizə göstərim nə almışam, əsas məsələ. Dəst formada belə qazanları aldım. Buradan tuturam ki, üzüm görsənməsin, ona görə belə çəkirəm. İnşallah ki, keyfiyyətli olsun. Amma deyim, belə içinə baxanda belə qəşəng keyfiyyətli bir mala oxşuyur. İndi görək də, istifadə etdikcə sizə deyərəm. Bu isə onun böyüyüdür. Bu 3 litrədir, bu 5 litrədir. Baxın, içində də yazılıbdır. Bunun qiyməti 39 manatdır, bu isə 31 manatadır. Belə. Porkmazın belə bir tavasını aldım. Şüşə qapaqlı, həm də kənarının bu dəmir şey olur, paslanmaz poladdan. Ondan yoxdur, əsas ona görə aldım. Və bir də tavanın özü. Tavaya vuruldum. Çox qəşəngdir, baxın. Gözəldir. Gündəlik istifadədə çox qəşəngdir. Belə bir altlığı var. Bunun qiyməti neçəyə idi? Hə, bunun qiyməti 69 manat idi. Gündəlik istifadədə məncə çox da qəşəngdir. Nəhayət ki, uşaqlarımın divanının üstünə bunu aldım. Əslində pakrivaldı, fikir verirsiniz, yəni kravatın üstünə salmaq üçündür. Amma ki, mən bunu ortadan 2 bölüb divanın üstünə, məndə uqlavoy divandır. Divanın üstünə belə sərmək üçün. Neysə aldım 28 manata. Baxın, belə bir şeydir. Qəşəng yığışdırdım bura. Lazım olanda çıxardıb istifadə edəcəm. Hamısını qoydum bunun içine. Belə bir qabı da var. Çox qəşəngdir amma. Sifariş etməyinizi tövsiyə edirəm. Kim ki vlogerdir, blogging ilə məşğuldursa, yəni sifariş edə bilər. Qəşəng keyfiyyətlidir. O dəhşət bir şeydir, o qədər gözəldir. Yəni mən bunun içinə sırf dərmanları belə vitaminləri falan qoymaq üçün almışam. O qədər bəyəndim, çox gözəldir. Belə balaca da deyil. Fikir verirsiniz nə boyda yer var hələ bu. Baxın bu boydadır. Görürsüz? Hələ bunu qoyanda bunun özü boydadır, bura sıxır. Yəni çoxdur yeri. Kremlər, kosmetikalar falan, kremlər, ətirlər, sonra nə bilim hamamda istifadə edə bilərsiniz. Sonra içinə ədviyyatlar belə qoya bilərsiniz. Belə rahat qoymaq olar. Məncə çox qəşəngdir. Baxın belə də gözəl görsənər. Almağa dəyər yəni. Bəli, boş durmayan Ayda getdi yenə 8 bazarından molding aldı. Bunu da inşallah gələcək vlogların birində sizinlə birlikdə yapışdırarıq. Ya da bəlkə də yapışdırılmış vəziyyətini artıq sizinlə paylaşaram. Burada isə mənim əkizlərimin 5 yaşı oldu və biz hazırlaşdıq. Fikirləşdik ki, hara gedək. Mən dedim ki, ən gözəli bulvardır. Həm də nə vaxt getmirdik, uşaqları da aparmırdıq ora. Getdik, çox gözəl oldu. Həm də bəxtimizdən hava o qədər sərin idi. Bu arada qeyd edeyim, mənim uşaqlarımın ad günü ayın 1-i idi. Bakılılar günü idi. Dəhşət çox adam var idi bu arada bulvarda və biz də həmin vaxtı getdik. Amma çox qəşəng keçdi, maraqlı keçdi. Sadəcə uşaqları karuseldə otuzdıra bilmədik. Çünki nə qədər axtardıq, uşaqlara uyğun bir şey tapa bilmədik. Hamısı belə çox biraz böyük uşaqlar üçün idi. Uşaqlara belə bir şarik falan da aldıq və dedik ki, qaydaq da evə. Hardasa 1 saatdan 2 saata yaxın belə gəzdik. Qəşəng hava aldıq. Uşaqlar da biraz oynadılar, görüşdük falan.
Və getdik. Mənim uşaqlarım restoranda falan oturmağı bilmirlər deyən, ona görə biz heç bir yerdə oturmadıq, heç bir şey yemədik, sadəcə elə belə gəzdik, ora-bura baxdıq, uşaqlar əyləndilər və vəsə qayıtdıq getdik evə. Burada isə deməli yol gedirik. Mənim başım qarışıb uşaqlara. Yoldaşım da burada yolda keçəndə baxır ki, bir kişi bir dənə qızla gəlibdi parka. Sən demə bu kişi də evliymiş və deyir ki, yanındakı qıza ki, bəs arvaddan xəbərsiz gəlmişəm bura. Dedim səndən vaxt keçirdim. Sonra gedərəm evə. Nəsə belə bir şey. Yəni belə bir şeylər də olur əzizlərim. Yəni həqiqətən də yazığım gəlir mənim elə xanımlara. Allah hamıya kömək olsun. Bu belə kişilərə də və yaxud belə qadınlara Allah insaf versin. Yolda gələrkən təbii ki, kebabımızda sifariş vermişdik və getdik götürdük. Dedik kebab və tort olsun. Heç nə bişirməmişdim bu arada. Allah bütün balaları qorusun, içində də mənim uşaqlarım. Amin. Söz verdiğim kimi gəldim Sinseyə, dedim biraz oradan buradan çəkiliş eləyim, həm özümə də maraqlı gəldi. Həqiqətən də çox gözəl, zövqlü və uyğun qiymətə məhsullar var. Gül qabları, çox qəşəng görsənlər, estetik. Bunun qiyməti, hardadır bunun qiyməti? Qiymət yoxdur. Bilmədim neçəyədir. Qiymət yoxdur. Vay güllərə baxın. Belə orqanayzerlər də var. Saxlama qabları. Gündə çıxır, onu günəşə tutursunuz, günəş yığır, zaretka və axşamları bu yanır. Çəkişəydi, qiymətinə baxın, 19 manat, 10 manata istəyirsinizsə baxın, burada Sinseyi də var, belə işıqlar da var, qiymətlər də çox münasibdir. Şey mağazadır, belə bir şey də var, estetik, qiyməti 14 manat, 15 manat, 2 qiymət olar da. Baxın burada sonra tumbalar falan da var, sonra uşaq otağı üçün belə domik var. Kitab evi kimi də elədir. Temoda var idi. Baxın burada 18 manat da, Temoda 16 manat falan. Yəni ki, Temodan almağa ehtiyac yoxdur. Baxın buradan da gəlib ala bilərsiniz. Kalendar. Çıxardırsınız belə yaşıqdır. İçinə istədiyiniz şeyi qoya bilərsiniz. Sonra bu da çox xoşuma gəldi. Məsələn baxın, neçədir bu? 20 manatdır. Bir şey deyə bu mənə lazımdır. Sadəcə qara rəngdir. Ağ rəng olsaydı. Burada ağ rəngi var. Bunlar nədir bəs burada? Ha, bunlar şeydir, fikir verin, palatkadır uşaqlar üçün. Uşaqlarınız üçün alın, oynasınlar. Aşırı. Aa, bu nədir? Aha, belə bir şey də var. 15 manat o. Baxın bu polka yerdən qoymaq üçün şeydir. Bir də mənim diqqətimi keçən dəfə, baxın bu çəkdi. Bu bilirsiniz nədir? Gəlin sizə şəklini göstərim. Belə bir şeydir. Bu keçən dəfə mən baxmışdım, 35 manata qoymuşdular, amma indi neçədir bilmirəm. 35 manataydı keçən dəfə endirimdən. Elə ki belə kutu olur. Kutunun içinə məsəl üçün da hər şeyi yığa bilərsiniz. Uşaqların oyuncaqlarına. Ölçüsü də var burada. Uşaqlar üçün də var. Baxın belə. Açılır və qapağı üstünə örtülür. Örtülür. Bu söz mən heç vaxt deyə bilmirəm da. Örtülür, örtülür, örtülür. Mr. və Mrs. Işılkalarda. Bir sözlə gəlib baxıb almağa dəyər bir yerdə. Cürə-cürə dəsmallar var. Kompleks pastel dəstləridir. Bakallar. Aa, burada albom da var. Fikir verin. İndi hal-hazırda dəbdədir bunlar. 5 manatadır bunlar. İndi hal-hazırda dəbə düşübdür. Temuda da var satışı. Fotoramkalar. Neçədir burada beləsi də var. 9 manata belə açarlıq. Yəqin ki bunun qiymətidir də. Bunu gördüm, yadıma bilirsiniz nə düşdü. Mən də Temudan belə bir şey almışam. Başqa cürəsidir də. Amma o üstündən nə qədər vaxt keçibdi. Mən hələ də onu açmamışam. Təsəvvür edin, qalıb orada təptəzə. Belə domikalar var. İçinə şam qoyursan, işıq verir. Ay, çox qəşəngdir. Beləsi də var, belələri də var. Sonra belə bu şeydə kubik atırsan üstünə, altından şam qoyursan, yanır və o əriyir. Otağa qoxu verir də, elə bir otaq qoxusudur, qoxu verəndir. Bu domik də çox xoşuma gəldi. Yeni ildə almaq olar. 5 manata, dəhşət ucuzdur. Buradan şam qoyursan yanır. 5 manata. Cami cümüsü 5 manata. Çox qəşəngdir. Qiymətləri çox münasibdir burada. Qızıl qabları da var burada. Mücrü. Belə nar var. 5 manat 49 qəpiyə. Bu nədir başı? Güldandır da yəqin ki. Dekor sevənlər. Hoşun bir sözlə bildiyiniz hər şey var da burada. Və belə şeylər. Dekorlar falan. Burada da belə stakanlar var. Amma deyim sizə bunlar iri ölçüdür. Qiyməti 10-11 manat. İri ölçüdür amma. Belələr var. Manatı gündəlikdə istifadə üçün. Bunlar 4 dənədir. Hə, 4 ədədlidir. Belə stakanlar var. Aa, bu da çox qəşəngdir. Baxın. 4 ədəddir sadəcə. Bu nə gözəldir doğrudan. Buna baxın. Göstərə bilmirəm amma çox qəşəngdir. Belə bir çaşkalar da var. Baxın, dəst şəkildə istəyirsinizsə. Mən də gəldim bura nəsə alım görürsün gəlmişəm. Əslində heç bir şey almağa gəlməmişim. Sadəcə sizə çəkiliş edəcəyik. Saxlama qabları. Qiymətləri də burada baxın. İndirimdədirlər.
Yəni hamısı qırmızıdırlar, endirimdədirlər. Kəsmə taxtası belə də şəkildə. Son pulkalar var burada, fikir verin. Ha mən deyirəm mənə nə lazımdır. Mən pulka istəyirdim almaq, amma ki belə bir şey yox. Baxın üstü taxtadır, ayaqları dəmirdən. Burada da var, hətta görürsüz. Gəlin sizə belə göstərim. Baxın belə bir şeydir. Dəmirdən və belə. Qiyməti cəmi-cümüsü 11 manata. Burada var idi bayaq qiyməti. Deyə 11 manata. Yumurta qabı. Baxın yumurtaları düzürsüz belə. Böyük ailə üçün yaxşıdır. Buna baxın. 5 manata cəmi-cümüsü, fikir verin. Görün nə gözəldir. Peki bunu götürüm. Duz qabı kimi işlədərəm. Çox qəşəngdir amma. Məndə var duz qabı, sadəcə o plastikdəndir, plasmasdır. Gəlin bunu götürün, bir dənə qalıb. Kim ki taxtadan sevirsə qaşıq qabları, qiyməti 12.99, 13 manata. Burada belə saxlama qabları var, qaşıq qabları. Paslamaz polad olar da, çünki rəngi paslamaz polad rəngidir. Yəqin ki olar. Bu da çox qəşəngdir, 3 manata. 2 dənə pişikli. Qiyməti 3 manata, cəmi-cümüsü ədviyyat qabları. Baxın onlara belə bir şey də var. Görün bu neçəyədir. Öz üstündə də logotipi var, Sensei. Neçədir görəsən. Həmin o ədviyyatları yığmaq üçün. Qəşəngdir. 10 manata cəmi-cümüsü bu ədviyyat qabı. Baxın. Böyükdür. Yəni. Dəsmallar falan da var. Gözün keyfiyyətləri yaxşıdır bunların. Hər növ süfrələr. Biraz alçaqdan danışıram çünki adam var içəridə, ona görə 5 manata bunlar superdir. Sonra beləsi də var, baxın. 3 ədədir. Bu da neçədir? Bu 12 manatadır. Bu endirimdə deyil amma baxın. Endirimdə baxın budur. Belə şüşədən də var. Bu şüşədən neçədir? Bu da 5 manatı bir ədədir. Çörək qabı da var burada. Çörək qabı. Sonra bunlar nə üçündür bilmirəm. Belə bir hamam üçün tutacaq var. Şamponu yığmaq üçün falan. Bu da çox qəşəng şeydir. Bu bilirsiniz nədir? Bu qapaqları falan, tavaları falan belə yığmaq üçündür. Stanley su qabları, amma bu Stanley deyil də. Bu Hello Kitty'dir. Çox ucuz qiymətə qoyublar. Sonra bu nədir? 3 manata cəmi-cümüsü belə bir tarelka. Paslamaz poladdır da bu yəqin ki. Belə bir şey də var. 5 manata 4 dənə başında hələ bir belə bəzəyi də var. Saxlama qabları 10 manata. İkilidir də belə. Qrafinlər də var. Qızılı sevənlər üçün belə bir deməli 3 manatadır cəmi-cümüsü, amma ki şeydir də, yəni belə keramika deyil də, plastikdəndir. Toyuq tarelkalara baxın, nə qəşəngdir bunlar. Yenə buna baxım. Bu da deyəsən 5 manatadır. Bu da 5 manat, yəqin ki bunun qiyməti olar. Maraqlıdır, qəşəng. 5 manata, 5 manata. Qızlarınız üçün ala bilərsiniz. Bu da 5 manatadır. Hello Kitty. Soğan kaçığı qabı, sonra burada çörək qabı da var. Kartoşka qabıdır. Qiymətləri 15 manat budur, 8 manata bunlardır, 14 manat. Yəqin çörək qabları da 14 manata, 15 manata da olsa. Bunlar şüşədir. 5 manata cəmi-cümüsü. Qəşəngdir, taxtadan da qapağı var. Bir şüşədən qabı var, böyük ölçüdədir, belə yumru. Bilirsiniz, o qoyurlar içinə məsələn çay falan da atmaq olar və yaxud nəsə də 5 manatadır cəmi-cümüsü. Salfetka qabları belə estetik. 8 manatadır, endirimdə deyil bu amma. Bunlar da pledilərdir, kravatın üstünə atmaq üçün pledilər. Baxın, belə bir şey də var. İri sumkalar var, dənizə getmək üçün. Baxın, uşaqlı, zadlı falan hər şey içinə dolur ki, çox böyük ölçüdür. Baxın, böyükdür. Bunlar neçədir? Bunlar 19 manat endirimdə deyil deyəsən. Bir beləsi var. Nə deyirlər buna? Stuldur da, üstündə oturmaq üçün. Uşaq acilidir bura. Heyvanlarınız varsa, pişikləriniz, itləriniz və yaxud başqa bir şeylər, onlar üçün oyuncaqlardır. Burada sonra yemək qabları falan var. Moykan təmizləmək üçün içinə paraşok doldurursan, qiyməti 5.49. Çıxıya buradan. Gün bir əlinə sala bilirəm. Saldım. Yəqin kirələrdə düşməz bu. Özünü sal. Bura gəl. Gördünüz ben iğnedim. Все, dur orada. Belə bir şey de var, estetik. Moykan için təmizləmək üçün baxın. Yəqin ki görürsünüz xarici blogerlərdə onlardan da. Belə bir asılqandır. Maraqlıdır, divara bərk edilir, belə fırlanır. Bu vakuum yapışır və buradan dəsmallarınızı asa bilərsiniz. Şu təmizləyən. Belə. Geyimlər də var burada. Sadəcə mən geyimə baxmıram. Heç çəkməyim, bəlkə də. Sonra burada şey var, baxın. Ölçülər upuzun, belə mətbəxə sərmək üçün. Mətbəxdə sərirsiniz. Sonra idmanla, yoga ilə məşğulsunuzsa, burada idman şeylər də var, alətləri. Və bir də belə kim sevirsə gül çiçək ala bilər.
Qəşəng şeylər çoxdur burada. Su qabları falan. Aha, burada bir də bunları göstərmədim sizə, fikir verin. Güzgülü belə. Sizə bir də bunu göstərmədim. Baxın, burada belə polka da var. İndi ölçüsünü bilmirəm. Baxın, çaşqa girirsə, deməli, yaxşı ölçüsü var taxtadan. Cəmi cümləsi 15 manata. Bax, belə özünüz açırsınız, yığırsınız. Kim istəyirsə baxa bilər. Bayaq göstərmədim sizə. Baxın, belə stul var. Belə peluş materialdadır. Bu peluş belə stuldur. Dəmir ayaqları ilə bir yerdə. Qiyməti necədir? 25 manatadır qiyməti. Bu nədir? Ha, bu da böyük bir uşaqların otağına belə şeydə oturmaq üçün. Nə deyirlər buna? Pufik. Pufik. Mən deyəsən yetərincə çəkiliş etdim. Gedim artıq evə. Saçı, tükü falan yığmaq üçün belə bir şariklərdir. Atırsan maşına paltarla bir yerdə. 2 manatadır bu. 6.49. Və bura qədər izlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Mənə dəstək olub abunə olmağı unutmayın. Gələn vlogda görüşənə dək.